Salam, bugün sizlə ədəd ardıcıllıq, ədədi və həndəsə silsilənin qısa izahına baxacaq. Ümumiyyətlə, ardıcıllıq dilində nə başa düşürük? Yəni, gündəlik həyatımızda da, məsələn, tapşırıqlarda da yazdıqda və ya ilk elə natural ədədlərdən başlayanda bizdən məsələn, cüt ədədlər ardıcıllığı, deyək ki, 3-ə bölünən tam ədədlər ardıcıllığı, 5-ə bölünən və yaxud da natural ədədlər ardıcıllığı, yəni ədədlərin müəyyən sırayla düzülüşü deyək də. Məsələn, cüt ədədlər necə gedir? 2-2 art-arda, eləcə də tək ədədlər necə gedir? 2 addım, 2 addım, yəni 2 vahid art-arda gedir. İndi ardıcıllıq öncə ardıcıllıq deyəndə bəzən bizə hər hansı bir hədd verir, hər hansı düstur verir. Deyir ki, məsələn, ardıcıllığın düsturu AM bərabərdir 5-in üstəgələk 7 şəklindədir. Bizdən soruşur ki, 9-cu həddi tap. Əgər belə ardıcıllıq verirsə də, ya bizə şərt demir ki, məsələn, bu neçə gedir və ya da bunun birinci həddi nədir, ikinci həddi nədir? Onda sadəcə sizə hansı hədd deyirsə, harada n görürsünüz onun yerinə. Məsələn, mən 9-cu hədd deyirəm, yerinə 9 yazıram. A9 bərabərdir 5 vur 9 üstəgələk 7-yə. Elədi 45, 45-in üstə də 7 gələndə elədi 32. Deməli, 9-cu həddimiz 32-yə bərabərdir. Bəzən isə ardıcıllığı müəyyən düzüşlə verir. Bu müəyyən düsturla belə deyək gedir. Bu da necə bir düsturdur? Hətta siz test kitabınızdan da göstərin. Baxın, məsələn, deyək ki, biz elə bir formula verir ki, bircə dəqiqə burada, məsələn, 8 nömrəli tapşırıq kimi. 8 nömrəli tapşırıqda fikir versəz bizə bir düstur verib, bir də birinci həddi verib. Bu düsturlar taparkən bizdən nəyi soruşur? Sıra-sıra qoya-qoya gedirik. Məsələn, 1 qoruq, sonra 2 qoruq, sonra 3 qoruq. Nə vaxt ki, bizə nə soruşur, ora kimi davam elətdirik. Məsələn, birinci düsturda burada A1 qoyaq gəlin yerinə. 1 qoysaq burada A2 alınır. Burada 2 vur A1 alınır. Plus 3 alınır. Bərabərdir. 2 vuraq A1-in yenə 5 yazıram. Özü veribdir bizə. Üstəgələk 3 elədi neçə? 13. İndi nə qoyaq? Gətirək, indi 2 qoyaq yerinə. Sıra-sıra elə bir qoyuruq. 2 qoyanda A3 bərabərdir. Bura 2 qoyanda yenə 2 vur A2 üstəgələk 3. A2-ni burada tapmışam, axı 13. Gətirəm yerinə qoyuram. 2 vur 13, 26, 26-ın üstə 29. Elə bizdən nə soruşur? İlk 3 həddin cəmini soruşur. İndi birinci həddi bizə 5 verir. İkinci hədd özüm tapdım 13. Üçüncü hədd özüm tapdım 29 və salam. Bunlar cəmləyib, bunları axtarınca bax, bunların cəminə bərabərdir. Yəni, belə tipli misallar gördüksə, bu şəkildə ardıcılıqla izləyirsiniz. Sonra digər bir düstur necə bir düsturdur? Bu dediyim düstur istənilən silsilə, istəyir ardıcılıq olsun, istəyir ədədi silsilə olsun, istəyir həndəsə silsilə olsun. Fərqi yoxdur. Hər biri üçün ödənilir. Yəni, müəyyən bir həddi sizdən soruşanda və hər hansı cəm düsturu verdikdə AM bərabərdir SN minus SN minus 1 düsturu. Bu nə deməkdir? Məsələn, tutaq ki, deyirəm ki, 7-ci həddi tap. 7-ci həddində yazırsınız A7 bərabərdir S7 çıxaq S1-ə. Yəni, bu kimi misallar verərkən bizdən deyir. Məsələn, deyir ki, S düsturu, məsələn, ilk N həddinin cəmi düsturu deyə bilər və yaxud eləcə SN bərabərdir, məsələn, hər hansı formula yaza bilər. Deyir ki, belə bir misala baxaq. Deyir ki, ilk N həddinin cəmi 3 üstən plus 1 olarsa, məsəl üçün, 4-cü həddi tap. Onda mən yazıram A4 bərabərdir S4 minus S3. Yəni, cəm sözü eşitdiniz, bilin ki, bu düsturdur və hədd soruşursa sizə. İndi gətir birər S4-ü tapırıq. Yəni, bu verilən düstur bizim elə bir S düsturumuzdur. Yerinə 4 yazıram. Olur 3 üstü 4 plus 1. Sonra burada da yerinə 3 yazıram. 3 üstü 3 minus 1 qarşı məbdən çıx 1. Bunlar da 1-lər gedir. 3 üstü 4 minus 3 üstü 3 şəklində hesablayırıq. Bu istər ədədi silsilədə versin, istər həndəsə silsilədə versin, fərqi yoxdur. Hər bir düstur üçün keçərlidir. İndi isə gəlin ədədi silsilə haqqında danışaq. Bəs ədədi silsilə nədir? Ədədi silsilə müəyyən ədəd digər ədədin elə bir eyni cəm şəkildə addımlayır. Məsələn, 2-2 mi artır, 3-3 mi artır, 4-4 mi artır? Yəni, bu şəkil eyni addım qədər gedir. Və ədədi silsilə A1, A2, A3, və deyək ki, AN şəklində işarə olunur. Yəni, birinci hədd, ikinci hədd, eninci hədd o şəkildə işarə olunur. Və bu həddir. Məsələn, yazaq 2, 4, 6, 8 və s. bu şəkildə davam edir.
Burada ardıcılıqda əsas bilməlisiniz silsilənin fərqini. Silsilə fərqi nədir? Silsilə fərqi D ilə işarə olunur. Sağdakının soldakını çıxırıq. Yəni A2-dən çıxıram A1-i və yaxud da A3-dən çıxıram A2-ni. Elə bil özündən sağda durandan öz əvvəlkini çıxırıq. Baxın, hətta gəlin bu verdiyim ardıqda yoxlayaq. 4-dən 2 çıxdım. Baxın 2. 8-dən 6 çıxdım. 2 və yaxud da 6-dan 4 çıxdım. 2. Hər birinə, onda deməz silsilə fərqimiz nəyə bərabər imiş? 2-yə bərabər. Yəni silsilə fərq sabit bir ədəddir. Tapdıqsa da hər bir eyni sıralan o şəkildə arta gedir. Yaxşı, bu tutaq ki, bizə ardıcılıqla tapdıq. Bəzi hallarda bizə bu ardıcılıqla verilmir. Məsələn, bizə verir ki, deyək ki, A8 verir. A8. Tutaq ki, deyək ki, A8 bərabərdir 37-yə. Məsələn, bir dənə də versin deyək ki, məsəl üçün olsun A3. A3 bərabərdir 7-yə. Deyir, silsilə fərqini tap. İndi silsilə fərqini tapmaqdan ötürü bəyək ardıcılı idi. Məsələn, ikincidən birincini, üçüncüdən ikincini çıxırdım. Axı, bu ardıcılı deyil. Burada silsilə fərqini necə taparım? Bunun üçün isə əddi böyükdən kiçik çıxırıq. A8-dən çıxıram A3-ü. Bölürəm bunların indekslərinin fərqinə. Yəni 8 çıx 3-ə. Oldu deməli 37 çıx 7 bölünsün 5-ə. Bu da 37-dən 7 çıxdım. Oldu cavab 30. 30-da 5-ə bölsəm 6. Deməli silsilə fərqim 6-ya bərabərmiş. Ardıcıl dedikdə ardıcıl çıxırsınız. Ardıcıl olmadıqca böyükdən kiçik çıxırsınız. İndekslər fərqini də bölürsünüz. Və bu da oldu silsilə fərqinin tapılması. İndi keçək silsilənin eninci həddinin düsturu. Eninci həddinin düsturu necədir? AM bərabərdir A1 üstə gələk N minus 1 vur D. Burada N sıra nömrəsini göstərir. Sıra nömrəsidir. İndi tutaq ki, deyirəm A8-i yazaq. Yazıram A1 üstə gələk, 8-dən bu n çıx 1 nə deməkdir? Yəni 8-dən 1 əksi aşağı götürürük. 7 D-yə. Və yaxud da A10 bərabərdir A1 üstə gələk 9 D. İndi tutaq ki, bizə deyir ki, birinci həddi, məsəl üçün, bu verdiyim ardıcılıqda gəlin yazaq. Məsələn, 2, 4, 6, 8-i mən deyirəm 20-ci həddi tap. İndi gəlin 20-ci həddi tapaq. A20 bərabərdir. Birinci həddi 2-dir axı. Yazdım və yaxarda. Silsilə fərqi də 2-dir. İndi gəlin yazaq. 2 üstə gələk. 20-dən 1 əksik. 19 vur 2. Dedə 19 dedir. İndi 2 üstə gələk. 19 2-yə vursam 38 bərabərdir 40. Deməli, mənim 20-ci həddim 40-a bərabərdir. Yaxşı, tutaq ki, indi bir başqa nümunəyə baxaq. Deyək ki, bizə verib ki, A7 bərabərdir 10. D bərabərdir 2. Məndən soruçur ki, A17 nəyə bərabərdir? İndi mən bayaq bilirəm ki, A17 yazıda yazırdım ki, A1 üstə gələk 16D. Amma burada A7-dən əslində yerinə qoyub A1-i də tapa bilərsiniz. Amma uzun getmədən, yəni bir də A1-i tap, sonra gətir yerinə qoy. Uzun getmədən qısa şəkildə tapmaq üçün A17 belə də yaza bilərsiniz. Verilən həddə uyğun. A7 üstə gələk 10D. İndi nəyə əsasən yazırıq onu? Baxın, bunun indeksi ilə D-nın qarşısında yazılan əmsal bu indeksi verməlidir. Baxın, görürsünüz, 7 bura yazdım, 10 bura yazdım. Cəmi 17 elədi mi? Ona görə o şəkildə uyğunlaşdırıb yaza bilərsiniz. Və yaxud da başqasını yazaq. Deyək ki, A20-ni tap deyirəm. A20-ni taparkən yenə A7 məlumdur axı əlimdə. A7 üstə gələk 20-yə tamamlamaq üçün 20-dən 7 neçə olur? 13-dür. Deməli, 13-də yazmalıyam. Yəni, o şərt deyil, təkcə A1 olsun ki, mən bunu formulda gətirim yerinə qoyum. Bu şəkildə də yazıb hesablaya bilərsiniz. Sonra digər bir qaydamız isə silsilənin eyni uzaqlıqda yerləşən hədlərin nömrəsinə bərabər olmasıdır. Yəni, ədəd ortasına bərabər olmasıdır. Tutaq ki, bax, yazıram sizə. A8 üstə gələk A4 və yaxud elə qısa nömrəylə A1, A2, A3. Bax, eyni uzaqlıq A2, eyni uzaqlıqda yerləşən A1 ilə A3 eyni uzaqlıqda yerləşir. Biri sağında, biri solunda. A2 bərabərdir A1 üstə gələk A3-ə.
bölək 2-yə. Yəni ədəd ortasına bərabərdə sayına da bölürsünüz. İndi yaxşı, bəzən bizə hədd verəcək. Bu həddlər hansı həddə bərabər olduğunu tapmaqdan ötürü o necə müəyyən etsin? İndekslərinin cəminin yarısı. Bax, birinci söz gəldim 4. 4-ü 2-yə böldüm, 2 alınır. İndi baxın bura. 8-in üstə 4, 12. 12 2-yə böləndə 6. Deməli, bu hansı həddin ədəd ortasına bərabərdir? 6-cı həddin ədəd ortasıdır. Sonra deyək ki, başqasını yazaq. A8, deyək ki, üstə gələk A7, üstə gələk A3. Deyirəm, hansı həddə bərabərdir? Ya, bu 3-dən olduğu üçün 3-ə bölürəm. Baxın, cəmləyin. 3-ün üstə 7, 10. 10-un üstünə 8, 18. İndi 3 dənədir deyə 3-ə bölürsünüz. 18-i 3-ə bölsən neçə düşür? 6 düşür. Deməli, bu nəyə bərabərdir? A6-ya bərabərdir. Sonra bir başqasını gəlin istəyirsiniz yazaq. Deyək ki, məsələn, 4-dür yazım. Deyək ki, A2, A5, olsun A6, olsun A15. İndi baxın, bunların cəmini neçəyə bölürük? 4-ə görək. Hansı həddə bərabərdir? 2-nin üstə 5, 7. 7-nin üstə 6, 7-nin üstə 6, 13. 13-ün üstə 15 gəldik. 28 4-ə böldük, 7. Deməli, hansı həddə bərabərdir? 7-ci həddə bərabərdir. Yəni, bu da ən çox istifadə olunan üsullardan biridir. Digər bir üsulumuz necədir? Digər bir üsulumuz ondan ibarətdir ki, ədədlərin indekslər cəmi bərabərdirsə, cəmləri də bərabərdir. Yəni, bu nə deməkdir? Tutaq ki, bax, sizə yazıram ki, A7 üstə gələk A8 bərabərdir A9 üstə gələk A6-ya. İndi hardan bilirəm? Baxın, 7-nin üstə 8 gəlirəm, 15 edir. 9-un üstə 6 gəlirəm, o da 15 edir. İndekslər cəmi bərabər olan hədlərin cəmləri də bərabərdir. Şərt deyil yenə bu 2-dən olsun. İstəyir bu tərəf 5-dən olsun, o bir tərəfdə amma 5-dən olmalıdır. Yoxsa mən yazdım bura A2, A5, o bir tərəfə yazdım A1, A2, A3 olmaz. Sayıları da eyni olmalıdır. Məsələn, 2-dən nədirsə, bu izdə də 2-dən olmalıdır. Bax, deyək ki, məsələn, bir başqasını yazıram. Deyək ki, A9 üstə gələk A7 üstə gələk A1 bərabərdir. 9-un üstə 7, 16, 16-ın üstünə 16-ın üstə 1, 17. İndi məsələn yazıram A2, məsələn olsun A5, necə 7 üstə gələk A10. Bu cəmlər bərabər olacaq. Görürsünüz, orada sayı 3 dənə deyirsən, burada da sayı 3 dənədir. Bu da digər bir əsas qaydamız. Ən son qaydam isə silsilənin cəm düsturudur. Silsilə cəm düsturu SN bərabərdir. Birinci düstur A1 üstə gələk AN bölünsün 2 vur N. Bax, silsilənin əsası açılışdır. Açılışları diqqətli biləsiniz ki, gərək yaza biləsiniz. Çünki məsələ elə bir misallar sallar ki, verilənləri açırsınız, bir o birinin içərisindən alınır. İndi baxın, A1 üstə gələk AN bölünsün 2 vur N. Bu birinci düstur. İkinci düsturumuz, bax, sizin nümunələ də yazın. Məsələn, deyək ki, ilk 10 həddin cəmi düsturu A1 üstə gələk A10 bölünsün 2 vurulsun 10. Yəni, bu N nömrəni göstərir. Və tutaq ki, biz məsələn A10-u bilmirik da, bir A1-i bilirik, bir D-ni bilirik. Onda düsturu nə formada açarıq? S10 bərabərdir. A10-un açılışı nə olacaq? A1 üstə gələk 9D. İndi baxın, yazanda 2A1 üstə gələk 9D bölünsün 2 vurulsun 10. Bu şəkildə olur. Onda deməli düsturun bu şəkildə deyərəmmi? A-nin açılışından 2A1 üstə gələk N minus 1 vurulsun D vur 2 vur N-ə. Bu da oldu silsilənin cəm düsturu. İndi silsilənin, yəni ədədi silsiləmizin əsası bunlardır. Bu düsturları bilməkdir. İndi gəlin bu silsilə bir neçə nümunəyə baxaq. Sizə tam aydın olsun. Məsələn, baxın, bu ardıcıllıqdır. Deyək ki, 10-cu suala baxın. Deyir ki, ilk n həddinin cəmi olan ardıcın 5-ci. İlk n həddinin cəmi sözü eşitdim və məndən hədd soruşur. Onda nə yazıram? A5 bərabərdir. S5 çıxılsın S4-ə. Və səm gətirsiniz bir yenə 5 qoyursunuz.
2 üstü 5, elə bil 5 qoysan 5-dən 1 çıxanda 4 oldu. 2 üstü 4 üstə gələk 1. Sonra çıxaq. Burada da yenə 4 qorum. O da 2 üstü 3 olur. 2 üstü 3 çıx 1. 1'lər getdi. 2 üstü 4 16. 2 üstü 3 də 8. 16'dan da 8 çıxanda 8 qalır. Cavabım oldu C. Yenə cəm sözü eşitdiniz. Hədd soruşsa bilin ki, bu düsturdan istifadə edirsiniz. Yenə deyirəm, istər ədədi, istəyir həndəsi olsun. Sonra gəl indi məsələn ədədi silsilədən bir neçə nümunələrə baxaq, sizə də daha aydın olsun. Məsələn bunlar asandır. A5-i tap, yerinə qoysun və deyək ki, məsələn 5-ə baxaq, ədəsi 13-cü ədəni tapaq. Bir dənə bilirsiniz, A1-i verib, bax birinci yazılan -2. D-ni tapırsınız, məsələn -5-dən 2 çıxanda -3. Sonra 13-cü həddin formulunu yazırsınız. A13 bərabərdir A1 üstə gələk 12D-yə. Yerinə yazırsınız. A1-iniz -2-dir. D-ni 12-də 3-ə vuranda -36. Cavab oldu neçə? -38. Və bu şəkildə tapırıq. Sonra məsələn fərqli eyni tipli suallardır bunlar. Deyək ki, baxaq biraz fərqli tiplərə tapaq. Məsələn baxaq 13-ə. Deyir ki, ədədə silsilədə A1 verib 6. Onun ilk 6 həddinin cəmini tapın. İlk 6 hədd deyəndə düsturumuz necə idi? S6 bərabərdir. A1'i verib, A6'nı verib, bölünsün 2, vurulsun 6. Vəssalam, 1'im də var, 6'm da var. Birin yerinə 2 yazıram, bunun yerinə -22 yazıram, bölə 2, vurulsun 6. -20, 2'yə böləndə -10, -10 da 6'ya vuranda -60. Sonra başqa baxaq. Deyək ki, məsələn 19'a baxın. Deyək ki, o silsilə fərqin. Silsilə fərqin bayaq necə dedik? Fərqlərini hazırca verir bizə. 81 yazıram. Bölürdük nəyə? İndekslərin fərqinə. Yəni 15 çıx 6-ya. 9 eləyir. O 81-ə 9'a böləndə 9 eləyir. Və sadəcə görürsünüz, düsturla əlaqəlidir. Bax, məsələn 24'ə baxın. A15'i verib. İlk 29 həddin cəmini. Bax, belə misallar gördünüz. Hər ikisini açın. A15'i açın. A1 üstə gələk 14'dir. Sonra S29'u açın. İkisini də gəlin açaq. Bunu verib də bizə hazır 5 bunu yazım. 29'un açılışı 2A1 üstə gələk 28D bölünsün 2. Vurulsun 29. İndi baxın, burada 2'yə ixtisar aparsaq nə olur? A1 üstə gələk 14, bax, bunu elə bil hər tərəfini 2'yə bölürəm. A1 üstə gələk 14D qalır. Bir də vurulsun qıraqda 29 qalır. İndi mən almışam bunun cavabını 5. Yazıram bunun yerinə 5. 5 vur 29 qaldı yekun olaraq hesabda. İndi burada sadəcə 29'u 5'ə vurursunuz da, bu da ki sadə bir hesabdır. Hər biriniz eləyə bilərsiniz. Yenə deyirəm, əsas məsələ açılışınızdır. Sonra bunlar asandır. Bax, məsələn 33'ə baxın. Deyək ki, 0'a bərabər olan həddin nömrəsi. Yenə çarpaz vuraq gəlin əvvəlcə. A80 bərabərdir -A20'yə. A80'in açılışı necədir? A1 üstə gələk 79D. Sonra A20'nin açılışı necədir? A1, bu qarşı mənfi deyin, çıx 19D olacaq. Gəlin indi hamısını bir tərəfə köçürdək. 2A1, 79 üstə gələk 19. 79'un son 9 gəlin neçə eləyir? 98. 98D bərabərdir 0. Hər tərəfini 2'yə böləyin. A1 üstə gələk 49D bərabərdir 0. Bu nəyin açılışıdır? A50'nin açılışı deyil. Deməli 0'a bərabər olan hədd hansıymış? 50-ci həddiymiş. Sonra bax, məsələn 37. Verib bizə A16'ını tap deyir. Gəlin birinci bunu açaq. Bunu açsaq, burada nə olacaq? 2 ilə mən promo yazıram. 2A1 üstə gələk. Burada 5'də 4D, 27'də də 6D, 26D. 26'ın üstə 4, 30D. Bərabərdir 8,4'ə. Gəlin hər tərəfini 2'yə bölək. A1 üstə gələk 15D bərabərdir 4,2'yə. İndi baxın, A16'ın gəlin açaq. A1 üstə gələk 15D deyil. Almadım onu yuxarıda. Deməli cavab 4,2'dir. Bax, görürsünüz, verilənləri açırıq. Cavabımız hazır şəkildə alınır. Bir də 41 tipli misal. Əgər sizə deyir ki, məsələn, filancaya bərabər həddin nömrəsi, onda o bilin ki, AN düsturudur. N'inci həddinizdir. Yəni, bu AN bərabərdir -92 deməkdir. -92 deməkdir. AN-in açılışı necə idi? A1 üstə gələk
n minus 1 vurulsun d idi. Elə bil bərabər mənfi 92-yə. İndi burada bizə A1'miz var, D-miz yoxdur. Gəlin D-ni tapaq. D-nin də formulunu bilirsiniz də. A20-dən A1'i çıxıram. Yəni mənfi 192-dən çıxıram mənfi 2-ni. 2 mənfi qoşa gələndə müsbət olur. Bölürəm indekslər fərqinə. 20-dən də 1 çıxanda 19-a. Mənfi 192 üstə ilə 2 mənfi 190 elədimi mənfi 10. Gətirin indi yerinə qoyuram. A1'i veribdir mənə mənfi 2. N-ni bilmirəm, mən N-i axtarıram. D-ni də vururam, mənfi 10 tapdım. Bərabər mənfi 192-yə. İndi 2 bu tərəfə keçən müsbət olur. 90, mənfi 90, mənfi 90 ona böləndə müsbət 9. N-1 bərabərdir 9. N də bərabər olur 10-a. Bax, sadəcə görürsünüz, sadəcə olaraq qaydaları biləndən sonra açır. Məsələn, bu olsun. S19-u tap demir, bunu açın. S19'u da açırsınız, bunu da açırsınız. Əsas biləcəyiniz açılışınızdır. Açılışınızı diqqətli bilməlisiniz. Əsas məsələmiz açılışdır. Bunlarda da eyni qaba. Məsələn, 86'ya gəlin baxaq. Baxın, burada A5 ilə A19'un indekslər cəminə fikir verin. 5-in üstə 9 yanında 14 eləyir. Yarısı 7 eləmir. Deməli, onda bu nəyə bərabərdir? 2 dənə A7. Üstə gələk A7 bərabərdir 30-a. 3 dənə A7 bərabərdir 30. A7'miz bərabər olur 10-a. A7 10-sa gətirsiniz yerinə qoyursunuz. A8'i tapırsınız onda. A8'i də neçə tapdıq? 13. Bizdən də nəyə soruşur? Silsilə fərqini. Silsilə fərqi də D bərabərdir. Elə yanaşı gəldiyi üçün 3-ə bərabərdir. Bir də birinci həddi soruşsa, daha birinci həddi yerinə qoyub asan şəkildə tapa bilərsiniz. Sonra, məsələn, gəlin 102-yə baxaq. Yenə deyir, silsilə fərqini tapın. Siz bunun hamısını, gəlin indekslər, lap hamısını açağın. Və A1, neçədən A1 olacaq? 4 dənə A1, 1 dənə D bunda, 2 dənə D bunda, 3 dənə D bunda. Toplam neçə oldu? 6D. 6D bərabərdir 28-ə. Sonra bu birisində açsaq, burada da deməli yenə 4A1, burada 1D bunda, 2 bunda, 3 bunda, 4 bunda. İndi 1-in üstə 2, 3, 6, 10D də bunda. Bərabərdə 60-a. Heç baxın, gəlin tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxaq 4A1'lər getdi. Ondan 6 çıxanda 4D qaldı. 4D. 60-dan 28 çıxsaq 32 qalır mı? D də nəyə bərabər imiş? 8-ə bərabər imiş. Bax, yenə hər biri o şəkildə silsilə açılışdır. Yenə deyirəm, əsas məsələ açılışlarını diqqətli bilməlisiniz. İnşallah videomuz sizin üçün faydalı oldu. Sağ olun.